Qızıl, daşınmaz əmlak, pul və ya valyuta gələcək üçün edilən ən gəlirli sərmayə hesab olunur. Kimisi bunu qızıl zinət əşyası almaqla, kimisi daşınmaz əmlaka üstünlük verməklə, kimisi də nəqd vəsaiti hər hansı banka əmanət etməklə reallaşdırır. Məncə bina evlərinin alınmasıdır ki, hansı ki indiki zamanda aldığımız bina evinin qiyməti ilə sonra aldığımız bina evinin qiyməti arasında bildiyimiz qədər müəyyən qədər fərq olacaq. Həmçinin bu 10 il ərzində bu evi kirayəyə verib həmin evin belə deyək də pulunu da ödəmək mümkündür. Mənzil alaram, çünki ildən ilə mənzillərin qiyməti qalxır. Kirayə verərəm, obyekt kimi istifadə ev verərəm. Qızılı seçərəm, çünki hal-hazırda yəni qiyməti qalxır falan, yəni belə gündəlik istifadə olunan şeydir. Çox adam da yəni alır, satışı ilə məşğuldur. Torpaq sahəsinin üzərində hansısa obyekt tiksəm və yaxud da mənzili gələcəkdə kirayəyə versəm, daha çox gəlir qazanmış oluram. Qeyd edək ki, yatırım edən zaman dövrün tələblərinə uyğun seçim etmək mütləqdir. Bu zaman yarana biləcək təhlükələr, ediləcək ziyan və xeyir dəqiq hesablanmalıdır. Daimi və risksiz, eyni zamanda ən etibarlı yatırım mənbələrindən biri də daşınmaz əmlakdır. Pul qazanmaq və yaxud əldə olan kapitalı artırmaq üçün ev və torpaq almaq ən doğru seçim sayılır. Elə ekspertlər də belə düşünür. Hal-hazırda ən çox optimal investisiya istiqaməti məhz daşınmaz əmlakdır. Çünki kirayə verilməsi, icarəyə verilməsi nəticəsində torpağın üzərində olan tikilidən əlavə gəlir əldə olunur. Bu da müqayisə etsək, ən çox optimal investisiya istiqaməti kimi daşınmaz əmlakın olduğunu göstərir. Daşınmaz əmlak hal-hazırda təkcə Azərbaycanda deyil, bütün dünyada qiymət artımına məruz qalır. Bu da pandemiyadan sonraki yanaşma ilə bağlıdır. İqtisadçılar deyirlər ki, insanlar yatırım qərarlarını şəxsi ehtiyaclarına uyğun şəkildə həyata keçirməlidirlər. Əgər sabit aylıq gəlir istəyirlərsə, bank depozitləri və icarəyə verilən daşınmaz əmlak ən doğru seçimdir. Vətəndaş bankları seçəndə bir qədər ehtiyatlı olmalıdır. Bankların maliyyə vəziyyəti ilə yaxından maraqlanmalı və onu təhlil etməlidir. İkinci bir məqam, vətəndaş valyuta ilə bağlı diversifikasiya fikri ilə düşə bilər. Bu halda nəzərə alınmalıdır ki, banklarda 100 min manat ekvivalenti və 2,5% gəlirliyə qədər valyuta depozitləri yenə də sığortalanır və bu zaman 2,5%-dən yuxarı gəlirliyə depozit yerləşdirərkən vətəndaş yenə bankı seçən zaman diqqətli olmalıdır, nisbətən az riskli banklara istiqamətlənməlidir. Əksəriyyət isə banklara nəqd vəsaitlərin qoyulması müqabilində gəlir əldə etməkdən çəkinirlər. Səbəb baş verə biləcək inflyasiya qorxusudur. Maraqlıdır, bəs bu halda qoyulan sərmayənin aqibəti necə olur? Banklara depozit qoyulması dediyimiz kimi həm dünya praktikasında, həm ölkəmizdə geniş yayılmışdır və ölkəmizdə əmanətlərin sığortalanması fondunun yaradılması və hal-hazırda fəaliyyət göstərilməsi bu sahədə inam və etibarın daha da artmasına xidmət göstərmişdir. Və dediyimiz kimi həm milli valyutada, həm xarici valyutada qoyulan depozitlər sığortalandığına görə və deyək ki, gələcəkdə bankda hər hansı bir iflas problemi, müflisləşmə problemi olarsa, bu vəsaitlər, depozit məbləğləri, vəsaitləri fond tərəfindən, yəni sığortalandığına görə şəxsə geri qaytarıla bilər. Hər halda düşüncələr də, fikirlər də, seçimlər də fərqli və azaddır. Əsas odur ki, qoyulan sərmayəni düzgün dəyərləndirməyi bacaraq, proqnozları və itkiləri əvvəlcədən nəzərə alaq. Asif Zeynallı, Ələkbər Salih, Zaur Haşimov, Çinarə Vaqif, Telesəhər.